Salam əziz dinləyicilər. Keçən videolarda olduğu kimi bu videoda da müsahibəmizə balaca bir mətndən başlayacağıq. Bu günlər çox mühüm, çox önəmli bir ictimai və siyasi hadisə ilə üz-üzəyik. 1403-cü il İran rəis cümhur seçkiləri ya da intihabatı yaxınlaşır. Bu dəfə Türk kökənli bir Azərbaycanlı olan Pezeşkiyan kandidlərin ya da adayların arasındadır. Bildiyiniz kimi, son 100 ildə mərkəzi hakimiyyətlər Azərbaycanı siyasi cəhətdən zəiflədib, siyasi gücünü alıb və onu siyasi mərkəziyyətdən çıxardıblar. Amma bugün rəis cümhurluq adayının ya da kandidinin Türk olması, Azərbaycanlı olması Azərbaycanı siyasiləşməyə doğru götürməkdədir. Bir tərəfdən də dövlətin fişarlarından, baskılarından dolayı gələcəyə ümidsizlik var və insanlar intixabata, seçkilərə qatılıb-qatılmamağa qərar verməkdə çətinlik çəkirlər. Bu vəziyyəti düşünərək ətək yazı ilə Azərbaycan Civic Nation olaraq bir ortaq proje ilə Azərbaycan məsələləri ilə uğraşıb, bu haqda fikirləşən insanları bir araya gətirib onların fikirlərini öyrənmək və sizlərə çatdırmaq istədik. Təbii ki, bundan məqsəd, bu işdən məqsəd birilərini ya da insanları rəy verməyə, səs verməyə çağırmaq ya da səs verməməyə çağırmaq deyil. Hədəf nədir? Hədəf vəziyyətə açıqlıq gətirmək, məsələlərin müxtəlif cəhətlərinə, müxtəlif yönlərinə işıq tutmaq və mübahisəyə imkan yaratmaqdır. Yetər ki, Azərbaycanlılar öz məsələləri haqqında düşünsünlər və mübahisəyə yol açılsın. Bu müsahibədəki qonaqlarımız əzimiz Həsən Raşidi, tanınmış milli fəal, araşdırmacı və yazar və Umud Mehdiyan araşdırmacı və milli fəaldır. Çox xoş gəlibsiniz əzizlər. Ay Raşidi, mən sizlə başlamaq istəyirəm bu suallara. Sizin nəzərinizə Azərbaycanlılar və ya Türklər açısından bu seçkilərin keçmiş seçkilərlə nə fərqi var? Mən də salam ərz edirəm bütün dostlara, sizə və Qayı Məhəmmədyana və bütün bu adamlar ki, bizim səsimizi eşidirlər və təsvirimizi görəcəklər və ya görürlər hətta. Ərz olsun ki, bu seçkinin fərqi başqa seçkilərlə bundadır ki, indiyə qədər Pezeşkiyan kimi bir kandida, bir aday Cumhurbaşkanlığı olmağa səlahiyyət verilməmişdi. Başkanlığına olmağa görə səlahiyyət verilməmişdir kimsəyə. Yəni, Pezeşkiyanın özəl bir xüsusiyyəti var ki, başqalarında yoxdur. Düzdür, keçmişdə bəziləri gəliblər, özlərini türk deyiblər, türk anladıblar. Bundan sonra ya bəziləri mənim atam ya anam türkdür, ya özü bəzən o bir neçə kəlmədə türkü danışıbdır. Amma Pezeşkiyanın fərqi bunlardan başqa şeylərdədir. Yalnız türk olmağı yox, yəni yalnız türkçə danışmağı yox. Birinci növbədə Pezeşkiyan məclisdə nümayəndə olanda ki, indi də nümayəndədir, əlbəttə keçmiş dövrlərdə Türk fraksiyonu yaradı. Yəni 104 nəfərdən etibarən, əgər yanlış deməsəm, 104 nəfərdən ibarət olan bir fraksiyonu yaradıbdır. Və bu Türk fraksiyonun yaradılması böyük bir məsələ yaratdı İran içində, hətta dünyada. Çünki indiyə qədər çoxları İranın içində və hətta İrandan xaric dışarıda fikir eləmirdilər ki, İranda bu qədər Türk toplumu vardı. Hələ o Türk fraksiyonun içində Türk nümayəndələrin hamısı üzv olmamışdı. Hələ ondan da az, ondan da başqaları vardı ki, üzv ola bilərlər, üzv olmamışdır. Bəs bunu göstərir ki, İranın içində Türklər nisbi əksəriyyətdirlər nüfus baxımından, cəmiyyət baxımından. Ona görə Pezeşkiyanın birinci özəlliyi elə bu idi ki, o fraksiyonu yaratdı. Amma təəssüflər olsun ki, İran şəhərlilər, ərz olsun, pan-İranistlər bunun əleyhinə qalxdılar və tumarlar yazdılar, şikayətlər elədilər və nəhayətən hakimiyyəti qorxuzdular bu məsələdə ki, bu
fraksiyon gələcəkdə üzr istəyirəm, gələcəkdə başqa şeylərə yol aça bilər. O cəhətdən onu mesela cancel elədilər və mühəll etdilər. Eyni halda Pezeşkiyan özün bir Türk müəllifi eləyən bir insandır. Yəni öz dilinə, fərhənginə, mədəniyyətinə bağlı olan bir insan kimi özünü tanıtdırır. Bunu başqa nümayəndələr o qədər ki, odur ki lazımdır, odur tanıtdırmırdılar. Bununla yanaşı Pezeşkiyan başqa etniklərə də müsbət yanaşır. Deyir ki, onların da haqqı var öz dilində, eyni halda ki, Türklərin haqqı vardır, öz dillərində yazılar, oxuyalar, məclisədə, öz dillərində kitab yazılı onların dillərinə. Qeyri-fars, başqa qeyri-fars etniklərin də haqqa sahibdirlər. Ona görə onun fikri, düşüncəsi başqaları ilə tam fərqli. Yəni, keçmişdə ruhani olar, xatəmi olar, başqaları olar, bu cür düşünmürdülər. Düzdür, eyni halda bəziləri bəzi vədələri verirdilər, sonra da əməl eləmirdilər. Necə ki, ruhani vədə verdi ki, qanun əsasına yanına yasanan 15-ci əsli icra eləsin, amma gəldi Yunisini də hətta o əqvam məsələsində görə müavinət seçdi özünə və Yunisi əvvəl dedi ki, bəli, 15-ci əsli icra olacaq, hətta getdi Xuzistanın səfərində dedi, hazır olubdu vərnamlər icraya keçsin, amma sonra icra olmadı. Yəni, bunu göstərir ki, keçmişdəki rəis cumhurların fərqi Pezeşkiyanla belə bir şeylər də var. Eyni anda Pezeşkiyan qadınlar haqqına da etiqadı vardı qanun çərçivəsində. Yəni, İranın qanun çərçivəsində qadınların haqqına da ki, onlar hətta geyimlərində nədir olmalıdırlar və heç olmasa onlarla nədir yanaşılmalıdır, buna da etiqadlar vardı. Başqa tərəfdən, məsələ iqtisad məsələsi. Pezeşkiyanın etiqadı vardı ki, hər bir şey yalnız mərkəzdə və mərkəz bölümlərində, ustanlarında işə aparılmalıdır. Bəlkə iqtisadda, yəni milli sərmayələr, bəlkə ətraf ustanlarda da, yəni indi o məhrum olan ustanlarda da işə aparılmalıdır və hər bir şey mərkəzdə toplanmamalıdır. Yəni bunların hamısı bir-birinin yanına toplanaraq, ona görə milli düşüncəli insanları bu cəreyana çəkib gətirir. Və bunu göstərir ki, Pezeşkiyan ən azı bizim istəklərimizin bir miqdarını başa düşür və qanun çərçivəsində icra eləməyə çalışacaq. Umut bəy, eyni sualı sizə verəcəm. Sizin nəzərinizə Azərbaycanlılar və Türklər açısından bu seçkilərin keçmiş seçkilərlə nə fərqi var? Yəni, ümumi olaraq deyirik, təbii ki, deyəndə Azərbaycan və Türklər arasında çeşitli qişlər və təbəqələr vardı, amma ümumini biz nəzərdə alsaq, yəni hətta ümumi İranı nəzərdə alsaq, yəni vəziyyət iqtisadi keçmişə, yəni zaman keçdikcə İrandakı vəziyyət iqtisadi yaxşılaşmayıbdır. Heç kəs üçün vəziyyət iqtisadi yaxşılaşmayıbdır. Deyərlər, şəhərlərə, böyük şəhərlər getdikcə böyüyüblər, təbiət getdikcə yox olur, qadınlara qarşı xuşunət çoxalır. Yəni, bütün deyərlər şaxislər ki vardı, belə bugünkü yaşamın şaxislər, olan hamısında mütəəssifانه İran çox əşaya gedibdi, geçmiş dönəmə görə. Məsələn, İran parasının ərzişi çox şey olub, deyək ki, ortalama gəlir, çox düşübdür İranın hətta qonşularına görə və təbii Türklərinki deyəndə ki, Türklərin çoxunluğu olduğu bölgələr əslində, deyək, Azərbaycan bölgəsi, deyək, məsələn, Tehran bəlkə fərqli ola bilər, amma məsələn, deyək, Azərbaycanda bu vəziyyət daha xərablaşıbdır Azərbaycanlılar üçün. Ondan sonra başqa bir, yəni bu, deyək ki, yaşam açısından faciəvi bir durum vardı İranda. Bu dəyişibdir, bu ayrı. İkinci məsələ ki, dəyişibdir keçmiş dönəmlərə görə jeopolitikdir. Jeopolitik tamamən İranın çevrəsində də dəyişibdir, dünyada da o jeopolitik dəyişibdir. Öz çevrəmizdəki bilirsiniz, Ermənistan, Azərbaycan hardasa barışa gəliblər və Azərbaycan deyirlər ki, eləyə bilib ki, İranın nüfuzunu azatsın bölgədə və İranın deyirlər ki, o adamların zadını da ötürsün eşiyə və Azərbaycan orada güclənib və bu təbii ki, Azərbaycanlılara başqa bir etimad bir nəfs verir. İçəridəki Azərbaycanlılara və Türklərə.
Türkiye ilə Azərbaycanın da bir deyirlər ki, stratejik birliği, bu da jeopolitik olaraq Türklərə bir güc veribdir. Ondan sonra bilirik, yəni İsraillə İranın dərgirliyi beyni devam edir və iki tərəfdə deyirlər ki, feylən dal oturublar. Mənzurum odur ki, yəni jeopolitik olaraq biz o qabaqçı jeopolitikdəki var idi, o jeopolitikdə dəyirik. Jeopolitik dəyişibdir və İran nə tamamen Rusiyanın tərəfinə geçə bilir, nə şərq tərəfinə geçə bilir, nə Çin tərəfinə geçə bilir, nə qərb tərəf keçə bilir, amma qərb də çox yavaşdan belirli imtiyazlar verir ki, İran gedib tamamen şərq qanatı, şərq tərəfi dediyimiz Çin və Rusiyanın tərəfində oturmasın. Bunlar böyük dəyişimlərdir. Başqa bir dəyişim ki olubdur, başqa bir dəyişim ki olubdur Azərbaycandakı siyasi və İrandakı Türklər arasındakı siyasi, mədəni və kültürel hərəkətdə həm dərinləməsinə olaraq böyük dərinliklər qazanıb, deyək ki, artıq Azərbaycan milli fəallarının və Türk milli fəallarının dediyi sözlər artıq deyək ki, nümayəndə məclisin də ağzından çıxır. Deyək ki, otağı bazırqanında olan insanın da ağzından çıxır. Hamı artıq məsələnin farkındadır ki, burada bir dənə istimari bənzər ya istimari daxili deyə bir sistem vardı. Azərbaycana zülm olur. Bu həm dərinlik olaraq, həm də ki, deyirlər ki, yatay olaraq, yəni çox geniş kitlələr artıq bunu bilirlər və çox deyirlər ki, bu Türklər arasındakı etimad və nəfs biraz qeyd edibdir, kültürlə ilgili filan. Başqa bir dəyişiklik ki olubdur, umarım uzun çəkməsin, Kandillə məsələsidir ki, Ay Raşid ona işarə elədilir, Pezeşkiyan. Ki Pezeşkiyanın mən biraz dibinə getmişəm. Yəni onun ədəmi təmərküz məsələsində bəzən dediyi bir söz var. Deyir ki, ustanların özünün bir şeyi yoxdur. Bir dənə sadə məmur, bir dənə deyək sadə bəsici gəlib ustanların aldığı bir təsmimin üstünə söz deyə bilir və ustanlar heç görənmir. Hətta bu İran çərçivəsində, yəni bu qanunlar çərçivəsində bəllidir ki, İmam Cümə o şəhəri dolandırır. Bəllidir ki, ustanlar dolandırır. Bəllidir fərmanlar. Bəllidir ki, məsələn, filan quruğu fişar. Yəni, Pezeşkiyanın dediyi budur ki, biz heç olmasa qanunu belirləyək, ustandarlara bəlirli bir ixtiyarat verək ki, bu, bilirsiniz, Xatəminin də söyləmində vardı, qabaqcan federalizm filan. O açıdan Pezeşkiyan həm deyək ki, Türkluğunu önə sürür, həm də ki, bu ədəmi təmərküzü, bir də ki, İrandakı etniklərin, deyək ki, daha çox səhm almasını, etniklərin və deyək ki, şiə olmayanların daha çox səhm alması yönündə söyləmləri vardı ki, deyək bu onu bütün orada oturanların hamısından fərqli. Çünki orada oturan məsələn Məhəmmədi deyək ki, əski bir dənə qatildir. Çox yaxşı. Yaxud əski qatil qətl hökmü veribdir. O birisi nə bilim Cəlilidir, quruğu fişar. Yəni həmin o libas şəxslər ki, Xiyavan uşaqlar, millətin uşağını vurublar, kor eləyiblər, nə bilim öldürüblər, onu təmsil edir. O birisi nə bilim nədir adı? Qalibaf. Qalibaf zaten danışçıları sərkub eləyən adamdır. Yəni orada bir dana nisbi olaraq bir insan ki, əli qana bulaşmayıbdır, tamam orada vilayət fəqihə inanır, X-dir, Y-dir, bunlar başqa tartışmadır. Orada bir sağlam görünən bir o da Türkdür. Bu da ilgincdir. Yəni bir də ki, çox uzun çəkdi bəlkə. Bir də ki, ilgincidir ki, 5 dana Farsistandan gələn şey var, kandid vardı. Onlar hamısı mütəhəccir qanadın kandidirlər. Bir dana Türk bölgəsindən gələn var. O da ki, deyək, islah tələblərin və deyək, progressivlərin də, Cumhur İslaminin içində biz danışırıq o sistemdə, progressivlərin var. Bu da çox ilgincidir mənim açımdan. Ay Raşidi, təkrar sizə dönəcəm. Həm sizin Türklərin bu hüviyyət məsələsinə təkid elədiniz, həm o açıdan, həm iqtisadi açıdan sizcə yəni bütün bunları nəzərdə tutaraq bizim bölgənin, məsələn, Urmu gölünün qurudulmasını, nə bilim, mədənlərin talan olmasını, Muğamdakı şəraiti, bizim bölgəyə məxsus olmayan əkinəcəklərin əkilməsini, yəni bölgə tamamən bir geriyə getmə yaşayır Azərbaycan bölgəsi və bunu da nəzərdə tutmaq lazımdır ki, bizim də buraya qədər kimsə o məqamda olmayıbdır, yəni o dərəcədə məqamda olmayıb. Pezeşkiyan indi oradadır.
Bir de ayrı bir noktaya da işaret edeyim. Bütün aldığım müsahibələrdən bugüne kadar yola çıkarak birçok insan da belə düşünür ki, bu Pezeşkiyan axı Təbrizin nümayəndəsi olub. Bəs o zaman niye heç iş görə bilməyib? Sizcə görə bilər miydi? Bir nümayəndə olarak mesela Urmu Gölü'ne ne kadar iş görə bilərdi? Bütün bunları nəzərdə tutaraq sizcə bu dönemdeki səs verib verməmə məsələsi necə olmalıdır? Necə baxırsınız səs verməyə və ya səs verməməyə? Və Pezeşkiyanın Türk olması bu konuda ne kadar mühüm olacaq? Səs verilməlidir yoxsa yox? Bəli. Hətta olsun ki, mən bunu artırmalıyım ki, Pezeşkiyan bir məclis nümayəndəsi olduğu zaman bir vəzifəsi vardı, o da qanun təyin eləmədir, qanun qoymadır. Yəni icrai bir qüdrəti yoxdur usulən nümayəndələrin. Düzdür, nümayəndələr bu qüdrətindən istifadə edirlər, bəzi yerlərdə bəzi məsələlər, işlərə dəxalət edirlər, bilirlər bəzi işləri görürlər. Bəli, ümumiyyətdə məclisdə əksəriyyət başqa cürə fikirləşəndə bir nəfərin, 5 nəfərin, 10 nəfərin, ya 20 nəfərin, hətta 30 nəfərin nümayəndəsi bir fikrə sahib olsa da bir iş qabağa apara bilirlər. Necə keçmişdə də elə qanun əsasının 15-ci məsələsinə görə məclisdə tartışma oldu, məclisdə bəhslər oldu və nəhayətən qulaq ardına saldılar. Fərzən olar ki, Həddad Adil kimi adamlar əslən buna kamilən müxalifdir. Həddad Adil qeyri-fars dillərin tədrisi, özelliklə Türk dilinin tədrisin fars dilinin müqabilində görür maalesef. Yəni belə fikir edir ki, Türk dili əgər meydana gəlsə fars dili təzif olur. Aradan gedəcək ya hətta. Yəni ona görə bu fars dili ilə Türk dilin həyat məmat məsələsi bilir. Fikir edir ki, fars dilinin həyatı Türk dilinin və ya ayrı dillərin məmatı ilə bağlı. Əgər onlar meydana gəlməsə bu fars dili qalacaq, amma qabağa gəlsə gələndə, yəni məclisdə olanda insanların məhdud bir qüdrətləri olur bu icra işlərə. Amma Cumhurbaşkanı olandan sonra demək olar biz icrai qüdrətin başında dayanır. Bu əli daha açıq olur. Ona görə fərqi çoxdur. Bir qanun vəsilə qoyan bir insan olasan, qanun zəminəsində fikirləşərsən, məmləkət üçün yayınki bir icrai qüvvənin başında olasan. Buna görə biz ümidimiz var ki, üçün indi elə bir zəminədə Pezeşkiyan Cumhurbaşkanı olmaq istəyir. Əgər Cumhurbaşkanı olsa, Cumhurbaşkanının özünə görə bir qüdrəti vardı, icrai qüdrəti. O icrai qüdrətdə eləyə bilər o ki, işlər ikindiyə kimi görməyibdir görə. Niyə ki? Çünki özü də hər halda Azərbaycan nümayəndəsi. Təbriz nümayəndəsidir və oradan qalxıbdır. Bəziləri keçmişdə Cumhurbaşkanı olublar, amma heç birisi Azərbaycan nümayəndəsi olmayıbdır. Yəni, hazır budur deyərlər. Ona görə Azərbaycanın məsələlərini dərk eləyə bilmir, amma Pezeşkiyan bunu dərk eləyə bilir. İkinci dərəcədə mənim baxımımdan Pezeşkiyan əgər bu qəziyyədə millətçilərin himayəsi altında və ofislərin təbii ki, islah tələblərinin də ayrı bir seçənəkləri yoxdur. Yəni Pezeşkiyandan sonra ayrı bir seçənəkləri yoxdur seçməyə. Məncə əgər Fərzən Pezeşkiyanın yerinə və ayrısı Cihangiri kimi, ondan sonra Larizani kimi bir adam əgər səlahiyyətdən qəbul olsaydı, mütməyyinəsə islah tələblər Pezeşkiyana rəy verməyəcəkdir. Amma çünki başqa bir seçənəkləri yoxdur, onlar da məcburdular Pezeşkiyanı seçsinlər bu cərəyanda. Ona görə bizə istisnai bir fürsətdir. İndi burada Pezeşkiyandan himayət edir. Pezeşkiyanın himayəti yalnız demək olar ki, fəqət bir rəis cumhur seçməsi deyil. Bəlkə bizə başqa imtiyazları da olar. Niyə ki, bizim diyalog gücümüzü çoxaldır. Yəni, bu günləri indi Pezeşkiyan məsələsi meydana gəlincə bizim mövzularımız ya Türk məsələsi ən azı hələ düşmənlərin tərəfindən, bizim əleyhimizə olan qrupların, təşkilatın tərəfindən deyirlər ki, Pezeşkiyan pan-türk fərsən, qomgeradır. Yəni, onların baxımından bu kələmənin anlamı, mənası budur ki, yəni Türklərin haqlarından, hüququndan difa edir. Çünki bunlar hər bir haqqı, hüququnu difa edənləri pan-türk, pan-təziyyət tələb adlandırırlar. Necə ki, bizim indi
çoxlu onlarca insanlarımız zindandadırlar. Və bunlar nə əsasla zindana düşüblər? Çünki onlar hep elə pantürk, təziyə tələb filan budur şeylər. Bir haldadır ki, onların istəkləri ana dillərində dərs oxumaqdır. Ana dilləri ən azı qanun əsasının 15-ci əsrin icrasını istəyirlər ki, 44 ildir icrasız qalıbdır bu. Amma onların bu istəyinə pantürk, təziyə tələb nə mənə yapışdırırlar. Bəs indi əlam biz də ki görürük ki, səltənət tələblər, şahçılar, bəxtə ki pezeşkiyana pantürk deyirlər, ondan sonra təziyə tələb deyirlər. در həqiqət bu bizim diyalog gücümüzün çoxalmasına səbəb olubdur. Yəni bu günləri bu məsələ, bəxtə ki əgər pezeşkiyan rəis cumhur olarsa, çıxarsa, bizi dünya həm içəridə bizim diyalog gücümüzə çoxalacaq, bizim istəklərimizdə təvəccüh olacaq məncə. Həm xaric dünyasında da bizi rəsmiyyətlə tanıyacaqlar, bizim gücümüz azayır. Pəs Pezeşkiyan kimi bir insanı rəis cumhur biz çıxartmışıq. O insan ki, içəridə olan o naədalətlilərə hətta vaqifdir, bunu aradan aparmaq istəyir. Mənim nəzərimdə Pezeşkiyanın rəis cumhur olması əgər çıxarsa, yalnız Türklərə, ya Kürdlərə, ya Bəlüçlərə, Ərəblərə yox, bəlkə Farslara da xeyirdir. Niyə ki bu insanın həm siyasi baxımından görüşləri, həm iqtisadi baxımından görüşləri, həm ictimai baxımından görüşləri çox müsbətdir. Və hətta ki bir məmləkətdə belə görüşlər icraya aparırlarsa, onda məmləkətdə qardaşlıq hissi, ondan sonra bərabərlik hissi, mütəqabil ehtiram hissi daha çox olacaqdır. Ona görə biri yuxarıdan aşağı baxmayacaq. Bir şeylər üçün mən üstünə mənim dilim hakimdir, mənim fərəngim, hər şeyim hakimdir. Ona görə başqaları mənə məsələn kölədir, ya onu alsaq gözlə baxar. O birisilər də eyni halda ona nifrət bağlam gəzərdir. Niyə ki daha bərabər haqqa malik olandan sonra burada hamı bərabər hüquqa malik olur. Necə ki Suisdə bir gün rəhmətli Hüseyin dedi ki, mən Suisdə gəzirdim. Orada mən Suislərin birindən soruşdum, siz ayrılmaq istəmirsiniz. Çünki orada həm Alman dili, Fransa dili, İtalya dili orada bir-birinin yanında yaşayırlar. Onlar dedilər ki, biz nə üçün ayrılaq? Bizim bütün istəklərimiz burada vardı. Bəxtdir ki, hər bir şey vardı, ayrılmağa mənası yoxdur. Bəs İranın içində də belə bir məsələ hakim olsa, ədalət hakim olsa, bütün insanlar cəmiyyətlərin nisbətinə görə öz haqlarına çatarlarsa, İranda fəqət bir dilin hakimiyyəti, bəqiyə dillərin məhkumiyyəti aradan gedərsə, hər bir kəs öz dilində dərs oxuya bilərsə, eyni halda da ki, rabit bir dil ola bilər, indi rabit dil nə olar, o ona sonra təsbit edilir. Amma belə bir vəziyyət qabağa gələndə, onda məmləkətdə də qardaşlıq, bərabərlik və insan haqları daha çox öz yerini tapacaq. Ona görə mən fikir edirəm ki, Pezeşkiyana rəy vermək bizə müsbət bir mövqeyiyyətdir və daha ona rəy vermək gələcəkdə məncə heç olmasa müsbət addımların götürülməsinə yol açar. Umud bəy, eyni sualı sizə verəcəm. Bütün bu dediklərimizi nəzərdə tutaraq bu dönəm səs verib verməmə məsələsinə necə baxırsınız? Pezeşkiyanın türk olması önəmlimi? Səs verilməlidir, yoxsa yox? Məxsusən sizin öz dediyinizdən yola çıxaraq dediniz ki, məsələn, bəlli deyil, şəhəri kim idarə eləyir, ona görə bəlkə də şəhərdə qarmaşa var. Fikir edirsiniz, məsələn, idarə sistemi daha yaxşı olacaqmı, iqtisadi vəziyyət daha yaxşı olacaqmı? Yəni tamamilə yaxşı olmasa belə biraz daha yaxşılaşacaqmı, insanların həyatı rahatlaşacaqmı Pezeşkiyanın gəlməsi və Pezeşkiyan bir türk olaraq azınlıq bölgələrə, o biri millətlərin, fars olmayanların yaşadığı, məxsusən Azərbaycan bölgəsinə bir xeyri toxunacaqmı? Buyurun. Bu Pezeşkiyanın səlahiyyəti təyin oldu. Mən o X ya qədim Twitter platformunda yazmışdım ki, bəlkə də türklərin tarixi olaraq ən çətin seçimləri olacaq bu seçim. Çünki bölünəcəklər ikiyə, biri deyəcək ki, bunları nə bilim elədir filan. Amma məsələ budur ki, etnik kökən bütün dünyada çox önəmli bir faktordur, yəni siyasətdə. Həm siyasətçi üçün, həm oy verənlər üçün. Məsələn, o qədər mühümdür ki, bu günləri Pezeşkiyanın İngilizcə Wikipediyada baxsaz yazıblar ki, anası Kürdür, dədəsi türkdür. Yəni onu o nüfuz şeyləri, hesab olar ki,
götürüblər, yazıblar. Yəni hətta kürdlər üçün mühümdür ki, bunun bir tərəfin Kürd mərifi eləyərlər. Yəni bu sonuçta dünyada baxanda filan ülkənin prezidenti, filan etnikləndə bu özü bir dənə şeydir. Yəni bir bilgidir, bir necə deyirlər, reklam kimi bir şeydir. Yəni etniki, məzhəbi bunları bir kənara qoymaq olmaz. Hətta deyək ki, bundan zəif bir kandidat da olsa, biz şeydə gördük, Mehri Əlizadədə gördük ki, türklər nə qədər getdim ona oy verirlər. Yəni bu bir gerçəklikdir qüdrət oyunlarında. Amma gəldikdə deyək ki, ehtimallar da, biz olasılıqlardan da danışırıq, ehtimallardan danışırıq, bilmirik nə olacaq. Əsas deyirlər şeydə qarşı arquman ki vardı, deyirlər, məsələn biz rəy verməyəcək, hələ təhriminə danışım yoxdur, deyirlər ki, Pezeşkiyan gəldi. Sabahları heç işlə görənmədi, türkləri daha çox asimilə elədi, ondan sonra da deyəcəklər ki, o da türk idi. Türk baxın türk, nə deyirsiniz siz, nəyə etiraz edirsiniz? Mən də onda deyirdim ki, məsələ budur ki, türklər sonuzda bu oyunu oynamalıdır. Sonuzda bu vəziyyətləri təcrübə eləməlidir. Sonuzda əgər o dursa, türklər görəcəklər ki, bunlar özləri ilə qarşıya gəlir. Sonuzda türklər bu problemi çözməlidirlər. Yəni, istər biri özlərinin olsun, başqası özlərinin olsun və bunu da təcrübə edirlər ki, bizdən biri də oldu, biz bunu çözə bilmədik. Bəs bunun çözüm nöqtəsi görürlər ki, Cumhurbaşqanlığı məqamı deyil. Ki, mən inanmıram bunun da çözüm mərkəzi Cumhurbaşqanlığı məqamı olar. Cumhurbaşqanlığı məqamında bizim dil məsələmiz, ondan sonra deyərlər ki, bəli, daha çox xotmuxtarlıq haqqımız falan, bunlar çözülməyəcək. Amma bir məsələ ki, ola bilər. Birinci məsələ budur ki, bürokrasidə türklərin sayısı çoxalacaqdır. Bunu hardan bilirəm? Mən kəsin demirəm, amma Pezeşkiyan bir morid vardı, dövlətlərin biri, dəqiqən yadımdan çıxdı, Ruhaniyə hansı rəisi. Orada demiş ki, niyə burada bir dənə türk vəzir yoxdur? Demiş ki, bu çox önəmlidir bizim üçün ki, heç olmasa bir dənə türk vəzir olur. Yəni, bürokrasidə etniklərin yer alması bir çox ölkədəki çox etnik yapılıda bu çox önəmlidir. Bir dənə deyərlər ki, yeşil daldır ki, uzaldır o etnikləri ki, biz sizinə yola gedirik. O halda mən fikir edirəm ki, sonunda bürokrasidə əgər Pezeşkiyan gəlsə, türklərin sayısı çoxalacaqdır. Artı, türklərin deyərlər şeylərdir ki, İrandakı o dövlətdə nüfuzları da çoxalacaq. Nüfuzları da çoxalacaqdır. Bu açıdan, yəni biz qüdrət açısına baxırıq. Burada deyərlər ki, demokrasi, X filan, bunlar hamısı bir məsələ, amma gerçək budur ki, biz qüdrət açısından baxdığımızda bir dənə türkün qüdrətdə olması çox böyük şeylər gətirə bilər, çox böyük məsələlər gətirə bilər. Amma ən önəmli məsələlərin biri ki, gətirəcəkdir, siyasi retorikdir. Siyasi retorik dediyimiz nədir? Yəni, sonuzda bu bir iş gördüyündə ya müttəhəm olacaq ki, türklərin nəfinə bir iş görəcək, ya türklər tərəfindən müttəhəm olacaq ki, türklərin İncili bir şey yapmır. Yəni, orada türklərin İncili bir ədəbiyyat, bir siyasi ədəbiyyatda artıq türkləri və etnikləri çox duymaya başlayacaq bu gəldikdən sonra. Çünki başqa etniklər də istəyəcəklər. Yəni, İrandakı etnik məsələ, yəni Fars və Farsıstanın dışındakı İranlıların deyərlər ki, sözləri çox danışılacaqdır. Bu, mən fikir edirəm ki, İranda hətta demokrasi üstündə böyük bir qazanım ola bilər. Amma bu ki, rəy vermək lazım, verməmək lazım, bu təbii şəxsi bir məsələdir. Amma mən biraz da bu təhrim, yəni bu seçim boykotlarını biraz mütaliə eləmişəm, deyək ki, məsələn, Venezuelada boykot oldu. Sonuç vermədi. Rusiyanın özündə məsələn Navalny boykot elədi, axırda Navalny. Mən İrandakı sistemi, bunu da deyim, yox uzatmayayım. İrandakı sistemi bir şeyə bənzərdim, bir sultanlığa bənzərdim. Xamenei orada sultandır. Elə bil istəyir bir dənə vəzir-i əzəm təyin eləyə. O vəzir-i əzəmi də sunur topluma ki, siz bunu bu məndən beyət edibdir, siz də bundan beyət edin şey deyək. Yəni, biz zərfin içində danışırıq. Biz necə deyərlər, Hollanddən danışmırıq, filandan danışmırıq. Təbii ki, biz istəyirik Holland kimi olaq, Suiz kimi olaq, bizim istədiyimiz odur fərq olar. Amma məsələ budur ki, o cür deyil. Ona görə mənim öz öngörüm budur ki, türk bölgələrində daha çox şey olacaqdır, müşarikət olacaqdır. Demirəm, indi 100% verə bilmirəm, amma fikir edirəm ki, bu kandida, xas bu kandidaya görə müşarikət daha çox olacaqdır türk bölgələrində. Mən o cür fikir edirəm.
Çox sağ olun. Hər ikinizə, hər iki qonağımıza çox təşəkkür edirəm. Dəyərli vaxtlarını ayırıb bizimlə fikirlərini paylaşdıqları üçün, bizim dinləyicilərə seçim haqqında, seçim nə düşündüklərini çatdırdıqları üçün çox sağ olun. Əziz Ayır Raşidi və əziz Umud bəy, hər ikinizə Yorulmayın. minnətdarlığımı, təşəkkürümü bildirirəm. Sağ olun, yorulmayın. Mən də sizdən təşəkkür edirəm. Sağ olasınız. Vaxt qoyduğunuza görə və bu müsahibəni tərtib etdiyinizə görə sağ olun.